Cabir bin Abdullah'dan, Allah ondan razı olsun, rivayet edildiğine göre belə demiştir. Resulullah aleyhissalam bir gün mənimlə qarşılaşdı və ey Cabir, səni nə üçün dərdli görürəm dedi. Mən, ya Resulallah, atam şəhid oldu, mənə borc və baxmağım üçün oğul uşaq qoydu dedim. Resulullah aleyhissalam belə dedi. Atanın Allah tərəfindən necə qarşılandığını xəbər verimmi? Allah insanlarla ancaq pərdə arxasında danışır. Fəqət sənin atanla üz-üzə danışdı. Allah Teala belə buyurdu. Məndən istə, sənə verim. Atan, səndən məni dünyaya geri qaytarmanı və təkrar öldürülməyi istəyirəm, dedi. Allah Teala, mən ölən bir kimsənin dünyaya təkrar dönməməsinə qərar verdim, buyurdu. Sonra Allah Teala bu ayəni indirdi. Bismillahirrahmanirrahim. Allah yolunda öldürülənləri, şəhid olanları heç də ölü zənn etmə. Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi, cənnət ruzisi əta olunur. Ali İmran surəsi 169-cu ayə. Tirmizi təfsir 5-ci cild 230-cu səhifə, İbn Macə müqəddimə 1-ci cild 68-ci səhifə. Alimlər şəhidlərin ölməyib, əksinə yaşamaqda olduqlarının mənası haqqında ixtilaf etmişdirlər. İmam Qurtubi belə demişdir. Böyük əksəriyyətin görüşünə görə şəhidlərin həyatı vardır. Onlar cənnətdə canlıdırlar. Uca Allahın xəbər verdiyi kimi huruzlənməkdədirlər. Onların ölüb, cəsədlərinin də torpaqda olduğuna şübhə yoxdur. Onların ruhları isə digər möminlərin ruhları kimi canlıdır. Onlar cənnətdən ruzləndirilməklə üstün qılınmışlar. Bu ruzilənmə ölüm vaxtından etibarəndir. Sanki onların dünya həyatı davam etməkdədir. Alimlərdən bəziləri belə demişdir. Qəbirlərində ikən ruhları özlərinə geri qaytarılır. Orada nemətləndirilirlər. Eyni ilə kafirlərin qəbirlərində canlanıb əzab çəkmələri kimi. İbn-i Cüreyc Mücahidin belə dediyini rivayət etmişdir. Onlar cənnət meyvələrindən ruzləndirilirlər. Orada olmadıkları halda cənnətin qoxusunu duyarlar. İbn-i Mübarək Kitab-ül Cihad 58. Bir görüşə görə onların ruhları yaşıl quşların qarnındadır. Cənnətdən yeyərlər və nemətlənərlər. Qurtubi deyir ki, bu görüş ən doğru görüşdür. Çünki hədislərdəki dəlilləri doğrulayır. Bir görüşə görə hər il bir döyüşün savabı yazılır. Özlərindən sonra qiyamətə qədər olan hər döyüşə qatılırlar. Digər bir görüşə görə isə şəhid qəbrində bəlaya uğramaz və torpaq onların cəsədlərini çürütməz. Mənə görə doğru olan görüş budur. Şəhidlərin cəsədi digər ölülərin cəsədlərindən ayrılırlar. Onların ruhları Allah qatında yerlərinə görə dərəcələnmişdirlər. Onlardan bəziləri yaşıl quşların qarnındadır, cənnətdə gəzirlər. Ərşin altındakı bəzi qəndillərə qonarlar. İnşallah bunlar irəlidə səhih hədislərlə gələcəkdir. Bəziləri də cənnətin qapısında axan nəhrin üzərindəki məskənlərdədir. Səhər və axşam onların ruziləri özlərinə verilir. Bəziləri də mələklərlə birlikdə göy üzündə və cənnətdə istədikləri kimi uçarlar. Cəfər bin Əbi Talib, Allah ondan razı olsun, haqqında rəvayətlər irəlidə gələcəkdir. Bəziləri də cənnətdə bir ailə ilə bərabərdir. İbn Rəvahə və 2 yoldaşında olduğu kimi. Onların ruhlarının yerləri dəyişikdir. Çünki ixlasları, bir-birlərinə qarşı güzəştləri, şəhid olmadan öncəki həyatlarındakı İslami yaşantıları, iman dərəcələri dəyişikdir.